Salam, çox hörmətli dəyərli Yaypon Maçlığı izləyicilərimiz. Bugün sizlərə Maçlığı qəsəbəsində 7 nömrəli xəstəxananın düz yaxınlığında 24 sotun içində belə bir çox böyük 2 mərtəbəli bir tanış edirəm. Gördüyünüz kimi həyətimiz də çox genişdir. Bax, müxtəlif meyvə ağaclarıdır. Bax, tut ağacıdır sonra. Başqa əncir ağacıdır. Maşallah ağacdan boldur həyətimiz. Qabağı da çox belə genişliydi. Ümumi 24 sotun içindədir. Alt mərtəbəsində otaqlar var, yuxarıda otaqlar var. Keçirəm indi inşallah evin ön hissəsini göstərim sizə. Bir də yuxarı qalxacağıq. Evimizin arxasına keçmək mümkündür. Evimiz çox belə böyük, geniş bir evdir. Darvazası böyük. Qalxaq indi evin otaqlarını tanış edeyim. Həyətdən ümumi göstərəcəm sizə. Bura evimizin plaşatkasıdır. Çox belə geniş plaşatkası var. Gördüyünüz kimi. Həyətdə dəyərli izləyicilərimiz böyle bir böyük həyəti var. Keçirəm indi evin otaqlarına. Dəyərli izləyicilərimiz, indi qalxmışam, evin 2-ci mərtəbəsindəyəm. 1-ci mərtəbəni niyə çəkmədim? Çünki 1-ci mərtəbə təmirsizdir. Amma yuxarıda orta təmirlidir. Evin bir bazı təmir ehtiyacı var, söz yox. Amma çox belə böyük bir geniş evimizdir. Deməli, burada 4 dənə otaqdır. Birinci, bu otaqdır. Belə. İndi keçirəm, sağ tərəfdə digər bir qonaq otağıdır belə. Çox geniş otaqdır. Onu deyim ki, kommunallar hamısı daimidir. Kommunallar daimidir hamısı. Burada belə bir digər bir böyük yataq otağıdır. Burada isə sonuncu belə bir yataq otağıdır. Keçirik indi mətbəx və sanitar qovşaqlar. Bura evimizin ikinci girişidir. Koridorla solda yerləşir mətbəx. Dəyərli izləyicilərimiz. Və koridorun ən axırında hamam otağı və sanitar qovşaq. Sanitar qovşağı. Son olaraq, dəyərli izləyicilərimiz, onu deyim ki, evimizin sənədi kupçadır. Sənəd kupçadır. Qiymət isə 285 min manat deyilir. Real alıcıya endirim var. Bu və digər və tanış olmazsa səhifəmiz keçirib baxa bilərsiniz. Bizi izləməyi unutmayın, sağ olun.